Necəsiz? Yadınızda düşər yəqin ki, bu bizim evin altında eləmişdik izolyasiya hamısını. İndi evin bu üstünü, çoğunu polun üstünü eləmək istəyirəm. Və biraz bu istiyi tam həlləmək istəyirəm evdə. Tərəfimizdən camın köhnə izolyasiyadan, bərbad günündə işlənmiş izolyasiyadan təmizlənmə işləri gedir. Bundan sonra isə görürsünüzmü, daşla olan birləşmə. Bax, Çornopolun daşla olan birləşməsi xüsusi olaraq bağlanmalıdır. Görürsünüzmü? Bu cür bağlanmasa bu formada hamısı bağlanmalıdır. Qardaşın evi var idi, Masazırdakı. Ora təhvil verildi. Bütün hər yeri gördüyünüz kimi səliqəli şəkildə. 5-lərin hamısını yığdıq ora, qaldırdıq. Bütün diblər, zadlar. Yeni qıraqları bütün işlədik. Yəni, son görüntü budur.